Rus dili 365 günə 3-cü gün. İlk birinci gündə biz ismin cinslərindən danışdıq, amma kişi cinsindən danışdıq. Əgər izləməmisinizsə, səhifəmə keç və birinci günü izlə. İndi isə biz danışacağıq qadın cinsindən. Əgər ismin sonu və bu aiddir həm kişilərə, həm daha doğrusu canlılara və cansızlara. Fikir gedir, gəlir arada. Canlılara da, cansızlara da aiddir. İsmin sonu əgər A hərfi ilə bitirsə, deməli qadın cinsidir. Məsəl üçün, mama canlıdır, canlıdır. Sonu A ilə bitir, A ilə bitir. Deməli, hansı cinsdir? Bəli, qadın cinsi. Ruçka canlıdırmı? Cansızdır. Amma sonu nə ilə bitir? A hərfi ilə bitir. Qadın cinsidir, qadın cinsidir. Əla. Deməli, ismin sonu A hərfi ilə bitirsə, deməli qadın cinsindədir. İsmin sonu Ya hərfi ilə bitirsə, deməli qadın cinsindədir. Məsəl üçün, ailə, isim ya, canlıdır, canlıdır. Qadın cinsindədir, bəli, çünki Ya hərfi ilə bitir. Və yaxud zemля, torpaq və ya yer kürəsi Ya hərfi ilə bitir, amma cansızdır. Qadın cinsindədir, pisa. Və məkk-znaq. Bəzi sözlər var ki, kişi cinsinə baxın, görəcəksiniz. Elə sözlər var ki, məkk-znaqla bitir, kişi cinsindədir. Elə isimlər var ki, məkk-znaqla bitir, amma qadın cinsinə aiddir. Məsəl üçün, mat, məkk-znaqla bitir, qadın cinsindədir. Doç, məkk-znaqla bitir, qadın cinsindədir. Radost, sevinç, məkk-znaqla bitir, qadın cinsindədir. Noç, məkk-znaqla bitir, qadın cinsindədir. Və sairə və ilaxır. Yəni, bir neçə sözlər, hətta deyərdim ki, qadın cinsində məkk-znaqla bitənlər daha çoxdur, nəinki kişi cinsində. Ona görə də bunu bilmək nə üçün sizə vacibdir? Yerlik əvəzliklərini, hətta bir çox qaydaların şəkilçilərini düzgün şəkildə istifadə edəsiniz deyə. Yəni, məsəl üçün, siz danışırsınız ki, demək istəyirsiniz ki, bu mənim anamdır. Və fərq eləmir bunu kim deyir, kişi deyir, yoxsa qadın deyir. İkisi də deyəcək ki, это моя mama. Niyə? Söhbət kimdən gedir? Mamadan. Mama qadın cinsindədir. Deməli, siz deyəcəksiniz ki, моя mama. Və yaxud, məsəl üçün, siz demək istəyirsiniz ki, bu sənin ruçqandır. Ruçqa bildik ki, qadın cinsində. Deməli, biz deyəcəyik, это твоя ruçqa. Bu sənin ruçqandır. Yəni, bunlara diqqətlə fikir verin. Amma kişi cinsində də bəzi sözlər var ki, A-ya ilə bitir, amma kişi cinsindədir. Hansı sözlərdir? Mütləq videoya izlə və görəcəksin. Birinci günü mütləq izlə. Deməli, əzizlərim, dediyim kimi, sonu A hərfi ilə, Ya hərfi ilə, məhk-znaqla bitirsə, bəzi sözlər məhk-znaqla bitirsə, qadın cinsinə aiddir. Danışanda ismə fikir verin də, bunlara da mütləq şəkildə fikir verin ki, daha az səhv buraxasınız danışanda. Bax belə, əgər siz müəllimsiz, kurssuz, özünüz sərbəst məşğul olaraq Rus dilində B2 səviyyəsində danışmaq istəyirsinizmi, mütləq danışıq kitabımı əldə edin. Adı üstündə danışıq kitabıdır. Yəni, sizin danışmağınız üçündür. İçərisində 25 mövzu, 3000-dən artıq cümlələr var. Təsəvvür ediniz, bu nə deməkdir? Mütləq əldə edin, faydalanın. Hər şey sizin üçündür. Bunun üçün də sadəcə bu nömrəyə, WhatsApp nömrəsinə yazmanız kifayət edir.